Ulu Tanrı'nın adıyla. Salamlar, saygılar, əziz dostlar. Soruşublar, qara papaqlar kimlərdir? Qayıdaq gələ, belə deyək ki, Oğuz xanın 6 oğlu var idi. Hər oğlunun da 4 oğlu var idi. Yəni olur Oğuz xanın 24 nəvəsi. 6 oğlu ki var idi, Göyxan, Günxan, Ayxan, Ulduzxan, Dağxan, Dəngizxan ya Dənizxan. Bunların da hərəsinin 4 oğlu vardı. Olur 24 tayfa. Ki böyük alim Kaşgarlı Mahmud Divanı Lüğası Türküdə 22 tayfadan ad aparır. Amma gənə böyük alim Xacı Rəşidəddin Fəzlullah Cami-i Təvarixdə 24 tayfadan ad aparır. Ki bunların da bu gözə gəlimi ovuşarlar, həmin əfşarlar, Qayı, Bayat, Qınıq, Bekdili, Qaraevli, Ağevli və Əlqarevli, Çini, Dudurğa, Iğdır, Peçənək, Salur ki, bunlardan bəllidir ki, əfşarlar İranda böyük silsilə, hakimiyyət silsilə qururlar. Qayılar Türkiyədə, Asiyay Səğir, Türkiyədə silsilə-i Osmanlı qururlar. Bəzən bayatlar da ki, 3 qola, 3 şaxəyə bölünürdü. Ağ bayatlar Azərbaycanda, qara bayatlar Xorasanda, bir də Şam bayatlar ki, Qacarlar bu Şam bayatlardanıdır. Bəli, Ürəcir ya Yürəcir, İva ya Yiva, Savuldur. Bunlar bəli o 24 tayfadır ki, adlar yazılıbdır. Amma qara papaqlar demək olar ki, Borçalılardan sayılır qara papaqlar ki, indi Gürcüstanda, İranda, Azərbaycanda, Cumhuri Azərbaycanda, Türkiyədə, Əfqanistanda, Qazaxıstanda, Üzbəkistanda, çox yerdə vardı. Kanadada, Rusiyədə, çox yerdə qara papaqlar yaşayırlar. Amma bunların müxtəlif rivayətlər vardı. Amma umdə rivayət budur ki, Səfəviyyə dövründə bəli, Komizandan Ərəklə Həmədan arasındadır. 90 kilometr Ərəklə fasiləsi var, 90 kilometrdə Həmədanla fasiləsi var ki, indi orada Borçalılardan vardılar. Gözəl işləyirlər bu. Kültürpərvər insanlar var orada. Cənab mühəndis Komizanı vardı ki, çox gözəl işləyib, bizdən elə 5-6 ildir irtibatımız vardı. Ondan da mən soruşmuşam. O deyir, burada Borçalı da vardı, Bozçalı da vardı. Amma Səfəviyyə dövründə bunlar ki, bir rəşid, qoçaq və savaşan, dayanan bir el idilər. Bunlar Səfəviyyə dövründə Quzey sınırlarından, yəni şimali mərzilərdən Rusun qabağında mühafizət eləyələr, bunları köçürdülər Gürcüstan tərəfə. Ki, 280 il, 300 il sonra Fətəli Şahın dövründə Azərbaycanla Rus savaşında ki, buna qələtdir deyək, İranla Rus savaşında, çünki tüylərdən sonra, Azərbaycan tüylərindən sonra Rusun qabağında dayanan yox idi. Sonra Xorasandan olaydılar, Kirmandan olaydılar, Farsıdan olaydılar, yox idilər. O zaman da məmalik məhrusə idi ki, Azərbaycan Rusun qabağında Şahzadə Əbbas Mirzə dayanmışdır. Belə yazırlar ki, Borçalılar 2 qola bölünür orada. Biri Şahzadə Abbas Mirzədən himayət eləyirlər Azərbaycan qoşunundan. Bir iddəsi də himayət eləmirlər Abbas Mirzədən. Hala biri də yazırlar ki, Ruslardan bunlar himayət eləyirlər. Abbas Mirzə bu fikrə düşür ki, o qol ki, Borçalılar Azərbaycanın
ləşkərindən himayət eləyirlər ya Abbas Mirzadan. Bunlar köçürdə. Bəli, gəlirlər bunlar Arazdan keçələr. Araz daşqın idi, toğyan eləmişdi. Keçənmirlər. Gəlirlər Qars tərəfindən. 1245-i Hicri qəmər, yəni düz 200 il bundan qabaq. Köçürlər. Gəlirlər bir müddət Qarsıda qalırlar. Bir il hududunda, ya məsələn 10 ay hududunda qalırlar, sonra Van tərqi ilə gəlirlər. Yolda da çoxlu tələfat verirlər bunlar. Tüm bunların başlarında qara papaq var idi. Deyirlər ki, orada Türkiyədə bu ləqəbi bunlara veriblər, qara papaq deyiblər ki, bu zəminədə danışacaq qara papaq haqqında. Sonra bu qara papağın əslən özü nə mənədir ki, gözəl bir məqalə yazılıbdır Səlcuq məcəlləsində ki, oradan bir para mətalif vardı, ərz eləyəcəyim xidmətinizə. Bəli, gəlirlər bunlar. Van tərqi ilə gəlirlər, vardı olurlar Xoya. Bir müddət Xoyda qalınırsa gəlirlər Salmasa ki, doktor Tohid Məlikzadə cənabları bir məqaləsini mən oxuyurdum. Yazıb ki, indi Salmasda, köhnə şəhərdə ayrım ya ayrım qara papaqlar 40 min hududunda yazmışlar zehnimdə qalan. Ki, orada Salmasda 40 min hududunda ayrım qarabaqlar. Orada yaşayırlar, gəlirlər bunlar, köçürlər. Hədəf də oydu ki, bunlar Sulduzda iskan tapalar. Bəli, o tayfalar gəlirlər, çoxlu tayfalardan ad aparırlar. Amma məşhur tayfalar bunlardır. Can Əhmədlidir, Çaxırlıdır, Tərkövündür, Ulaşlıdır ya, Albaşlı, Alvaşlı, Ərəbli, Şəmşədinli ya Şəmsədinli, Qazaqlar, Saral, İnanlı ki, bunlardan sonra bəzilərində yazıblar kitablarda Arpalı, bədən Heydərli, ayrımlı ki, ərz elədik, Türkəmənlər, Məməlilər, Qarabaşlılar, Xəlifəlilər, Balkanlılar ya Balxanlılar mənabeydə bunlardan ad aparılıbdır. Bəli, Borçalı tayfası ki, dediğindi, Komicanda da Ustanı mərkəzdə vardılar. Bunlar demək olar ki, Səfəviyyə zamanı, hududu 470 il, 500 il bundan qabaq köçürdüb Ləbilələrin o yana, şimali sınırlardan, quzey sınırlardan bunlar mühafizə edilir. Amma axırı yolları düşür Sulduza, Urmu gölünün kənarında. Vaqiyyət budur ki, bunların rəşadətləri, şəhamətləri, qoçaq olmaqları bais olur bunları köçürdürlər ki, Rusların qabağında bunlar dayansınlar. Axırda gəlirlər və hər söz Şaxəşə Abbas Mirza o qol iki borçalılardan gətirir, indi Sulduzdadılar. Bir para mənabədə yazılar bunlar 800 ailə yetişirlər Sulduza. Bir para mənabədə məsələn 2500, 3000 il, 3000 ailə yazılıbdır. Amma bəzi yerdə də yazıblar ki, indi mən Ustad Məhərrəmi Pərizat cənablarının Qara Papaq folkloru adında bir kitabı çap olub yayılıbdır. Oradan da bir para məlumat verəcəyim Qarabağların və Borçalıların haqqında. Bəli, bunlar gəlirlər Sulduza yetişəndə burada deyirlər ki, iki tayfa, biri Marağa müqəddəmləri, biri də gündüzlü əfşarlar Urmudan. Burada məşğulmuşlar, Sulduzda davar saxlaymışlar ki, sonra Abbas Mirza dəstur verib bunlar qayıdırlar. Müqəddəmlər qayıdırlar elə Marağaya, əfşarlar da qayıdırlar Urmiyə, gündüzlü əfşarlar. Nəyir xan da ki, Qarabağ elinin böyücüydü, Sulduzun yer və yerində bunlara tayfanı məskunlaşdırır və 1312-də, yəni düz 90 il bundan qabaq, yəni 110 il Sulduza gələndən sonra yazırlar ki, bunların ailələri 6000 ailəyə yetişmişdi, yəni nüfusları o əndazə çoxalmışdı. İndi də Qarabağlar hər il yığınaqları olur, konqreləri olur, dünya Qarabağları yığışırlar və fikrim elə Türkiyədə bu mərasimləri bərgüzar olur. Əzizlər, Bayat tayfası ki, Oğuzun 24 tayfasından biridir, böyük insanlar Bayat tayfasındandır. Dədə Qorqud, Həkim Füzuli,
Qacar silsiləsi və bir böyük araşdırıcı, danışmənd, böyük şəxsiyyət Məhərrəm Erkin, özü Qarapapaqdır, Borçalıdır. Bəli, ki bu Cənab-ı Məhərrəm Erkin, mən eşitdiyimə hala yazısını görməmişəm, axtarmışam da tapmamışam. Deyir ki, yazıbdır Dədə Qorqud da Qarapapaqdır, yəni Borçalıdandır. Ki, indi Borçalıların tedadı, ya Qarapapaqların 1 milyon Borçalı indi Gürcüstanda fəqət yaşayır. 800 min ilə 1 milyon təxmin vururlar. Dünyanın yer bir yerində vardılar Qarapaqlar. Şimdi Qarapaqlardan ad aparan dilə Borçalı ilə demək olar ki, bir olubdur. Borçalı kəlməsini də çox işlətmirlər. Amma Sulduz Qarapaqları kimlərdir? Ki bunu Ustad Mühərrəm Pərizadın Qarapapaq folkloru, ki unvanı budur, Sulduz bölgəsi, folklor xəzinəsi, Qarapapaq folkloru toplayıb açıqlayan Mühərrəm Pərizad sürgün müəllim. Bəli, İran Azərbaycanı Urmu gölünün batı güneyində Sulduz bölgəsində Nağadey şəhərinin çevrəsində yerləşən Qarapapaqlar İran-Rus müharibəsi başlanınca Azərbaycan Cümhuriyətinin müxtəlif bölgələrində Gürcüstanın Borçalı mahalında, habelə Türkiyə Cümhuriyyətinin Qars bölgəsində yaşamışlar. Gülüstan müahidəsindən 1813 miladi ki olur 1228 qəməri. Sonra onlardan bir neçə tayfa artıq İrəvanın ətrafına köçüb orada sakinləşmişlər. İkinci növbə İran-Rus savaşında İran qoşunu yenidən sınıqlıq tapandan sonra və Türkmənçay müahidəsi 1828 miladi 1243 qəməri. Yəni bu Türkmənçay müahidəsi 15 il Gülüstan müahidəsindən sonra bağlanıbdır. Bəli, Qarapapaqlar Nəğibey-ki Borçalının rəhbərliyi altında İrana köçmək qəsdi ilə hərəkət edib. Araz çayının kənarında dayanırlar, Arazın daşqın olduğuna xatir özlərini suya vuran, üzgəş bilməyənlərin, o cümlədən qocalar, qadınlar və uşaqların Arazdan keçməsində çətinliyə düşürlər. Arxada Rus qoşununun baskını, yaralıların, qocaların, körpələrin vəzi hali seyr edən və tanınmaz bir müğənni şair bu nigaranlığı, bu bayatını həzin səslə tərənnüm eləməklə bildirir. Bu bayatıdır. Baxın, o fəzanı zehninizdə alın. Arazın daşqına bax, Urusun məşqinə bax, oxuram dərd əlindən, deyərlər eşqinə bax. Oxuram dərd əlindən, deyirlər eşqinə bax. Ağsaqqalların məşvərəti ilə Qars mahalında öz soydaşlarına, qohumlarına qovuşmağı məsləhətli gördükdə Türkiyəyə köçüb, qış fəslini Qars mahalında qışlayıb, taza ilin yazında 800 ailə halında, hər ailə bir neçə evli, Türkiyədən qalxıb, İran Azərbaycanına köçürlər. Azərbaycanın ümumi valisi Vəliyyət Əbbas Mirzəyə ildə 12 min tümən vergi, 400 atlı əskər vermək şərti ilə öz başçıları idarəsində gəlib bir az müddət Xoy mahalında qalıb, sonra Salmas mahalında yerləşdirilir və nəhayətdə Urmu gölünün güney batısında, yəni Sulduz bölgəsində, güney batısında da olur cünubi qərbi, yəni Sulduz bölgəsində oturaq salıb məskunlaşırlar. Bunlar 1312 şəmsi illərində 100-dən artıq kətdə oturub 6000 ailəni aşırmışdılar. Bakıda Əli Şamil müəllimdən eşitdiyim əsasında
Xoy mahalında yaşadıkları zaman Qara Papaq atlıları geceləri Arazdan keçib Rusların yeni tutduqları yerlərə ilğar etmələrindən şikayətçi olan Rus sərkərdəsi onları sərhəddən uzaqlaşdırmaq istəmişdir. Abbas Mirza da Qara Papaqlara bu sirri bildirmədən eli salmasa və oradan da Sulduza köçdürür. Sulduzda yerləşən Qara Papaq elinin tərkibində olan əsli tayfalar bunlardılar: Borçalı, Tərkövün, Saral, Ərəbli, Canəhmədli, Çaxırlı, Olaşlı, Qazax, Ayrımlı, Şəmşədinli, həmin Şəmsəddinli. Sulduzda yerləşəndən sonra buranı tərk etmiş tayfalardan da bir neçəsini ad aparmaq olur. Türkəmənlər, Məməllər, Qarabaşlılar, Xəlifəli, Qarna Qazaqları, Çobankərə, Ayrımlıların bir iddəsi. Təqribən Günəş ili 1275-də yazılmış Qara Papaq tarixi əlyazma kitab Hurubul Həsəndə gəlibdir ki, Borçalı tayfası o dövrün padişahının fərmanı ilə İranın Həmədan vilayətinə bağlı olan Sultanabad, yəni indiki Ərak bölgəsindən 3000 ailə tərkibində Yar Əli Ağanın, ki bunu Yaralı Ağa deyirlər, Yar Əli Ağanın başçılığı altında köçdükdə Dağıstan ləzgilərini kontrolda saxlasınlar deyə ilk növbədə Gürcüstan vilayətində Pəmbək mahalı səngərində olmuşdur. Sonra Pəmbək valisi Qurcunxan Erməni artıqca bir neçə parakənd Yaralı Ağaya bağışlayır və özləri də neçə parakənd alıb təxminən 150 kəndə yiyələnib sahab dururlar və orada məskunlaşırlar. Sulduz Qara Papaqları tarixi çəkişmələrə görə şəhid olmuş əzizlərindən 11 məzarlıq arxada buraxmış möhtəşəm və yenilməz bir eldir. Bu məzarlıqlar Dağıstandan İrəvana və oradan da Qarsa qədər, bəli, Rusiya qoşunu ilə vuruşduqları hərbi meydanlarda, Heşdərxanda, Həratda, Estərabadda, Kirmanda və nəhayət Sulduzdadılar. İngilisdə Qara Papaqlar ümumən Sulduzdan əlavə Xoyda, Salmasda, Ərəkdə, Fars əyalətində, Talışda, Qaraqalpaqistanda, Qazaqistanda, Qırğızistanda, Üzbəkistanda, Gürcüstanda, Ermənistanda, Azərbaycan Cumhuriyətində, Borçalı mahalında, Əfqanistanda, Türkiyədə və sairə yerlərdə yaşayarkən siyasi tarixi çəkişmələrə görə parçalansalar da ayrı qovumlarla qarışıb ərimədən milli varlıqlarını qoruyub saxlamaqdadırlar. Qara Papaqlar başlarındakı qara boyalı quzu dərisindən tikilmiş şiş papaqlarına görə müxtəlif ölkələrdə müxtəlif adlarla ki, birlikdə bir anlamı daşıyır. O cümlədən Qara Qalpaqistanda Qara Qalpaq, İran, Azərbaycanı və Türkiyədə Qara Papaq, Ruslarda Çerniyo Kulubuki, Azərbaycan Cumhuriyətində Qara Papaq və Qara Börk, Farslarda Qovmu Kulasiya adları ilə adlanmışlar. Qara Papaqlar İtil ya Volqa çayının ətəyində Astaraxanda, yəni Heşdərxanda ya da ki Hacı Tərxanda Qaragül davar dərisindən əmələ gələn saçaqlı xəz kimi pustinlik bazarının taciri olmuşlar və bütün yaxın və uzaq ölkələrə, o cümlədən Avropaya dəri pustin və çəkmə göndərilmişlər. Eyni halda ki, at belində və hərbi meydanlarda
qoçaqlıqlar göstərirmişlər, ta ki, Kürəkənlər Sultanı Axsaq Teymura qarşı durub pərəyəndə düşmüşdülər. İndilikdə bu sənət, yəni davar dərisini ayranaşına yatırdıb, tükü tökülmədən ovub, ovşalayıb, yetirmək və yumuşaq saçaqlı xəz dərisi kimi pustin-duzluqda işlətmək Əfqanistandakı qara papaqlar içrə davam etmədədir. Portuqallı sərhəng Qaspar Dorovil 3 il Qacar şahı Fətəli Şahın sarayında olmuşdur. O yazır ki, dövlətlilər kişili qadınlı soğuq fəslində Heşdərxandan gələn pustin paltar geyirlər. Bu söz yetirir ki, Fətəli Şah dövründə də Heşdərxanda qara papaqlara aid pustin-duzluq sənəti işlək və saçaqlı davar dərisindən tikilmiş geymə paltarın bazarı şirin imiş. Keçmişdə qara papaqlar yaxşı at minən, qoçaq, qorxmaz, əlbir, yolbir və eyni halda çox mərdana, əlaçıq və qonaq sevərmişlər. İndilikdə də sulduz qara papaqları, bu əxlaqi xislətləri, qovmi həyat tərzi, ağız şivələri, dəb, ənənələri qoruyub saxlayarkən öz şivələri ilə zəngin xəlq ədəbiyyatı və ailə rəsmi, dəb və ənənə və milli varlıqlarını bu günə qədər qorumaqdadılar. Əzizlər, o Səlcuq nəşriyyəsi, bəli, 1400-cü ildə yay fəslində çıxıb, 3-cü il 4-cü şumarəsində gözəl mətalibi vardı bu nəşriyyənin. Birini ixtisas veribdi papaqlara. Görək papaqların mordində bu nəşriyyədə bu gözəl məqalədən nələr biz öyrənməliyik ki, onun xülasəsini oxuyacağım. Məqalənin unvanı budur. Qacar dönəmində papaq. Hazırlayan, yəni bu məqaləni yazan Yusuf Rəsuloğlu Şirinpur. Gözəl bir beyt gətiribdi başlanışda. Deyir, möhkəm yapış papağından başından. Başdan papaq alıb qaçan dünyadır. Başdan papaq alıb qaçan dünyadır. Bəli, papaq sözünün etimologiyası və etimoloji lüğətini belə açır. Papaq xalis türk sözüdür. Qalpaq, qolpaq, qapaq kəlmələrinin dəyişmiş formasıdır. Bəli, yazır ki, araşdırıcıların, təhqiqatçıların fikrincə papağın ana vətəni Azərbaycandır. Papağın yaranma tarixi qədim zamanlara təsadüf edir. Papaq sözü ilk olaraq qara papaq tayfalarının adında özünü göstərir. Bəli, qara papaqlar Azərbaycan türklərinin etnoqrafik qrupudur. Türk xalqlarının təsərrüfatının da haqqında bir para mətalib yazır. Gəlir bu papağın növlərin ad aparanda şiş papaq ki, Cənab-ı Pərizadın da mətləbində var idi. Amma şuş durur, ona görə şiş papaq deyirlər. Bədən şələ papaq, çapma papaq, daqqa papaq, qalmığı papaq, sarıq papaq, qələmi papaq, buxara papaq. Ki, bəli, bu buxara papaqın haqqında deyil, keçmişdə Qaragül dərisini kənardan ən çox
Orta Asiya Buxaradan, Qaşqaylardan gətirərdilər. Buna görə də ona Buxara papağı ya Şirazi papaq deyilirdi. Şələ papaq, Mutal papaq, çox adlar vardı. Bəli, ki, çox zəhmət çəkib. Gəcəri papaq, ya Qacar börkü, Çoban papağı, Ziyalı papaq, Kəman Daqqa papaqdır. Bunların hərəsinə də doğrudan zəhmət çəkib, kulli mətləb yazıb. Amma bizim mətləbimiz bundan artıq da uzuna çəkməsin. Mən müxtəsər zad elədim, bu mətalibə ərz elədim. Papaq da ki, bilirsiniz, bir ictimai şəxsiyyət nişanəsi idi ki, ona görə də burada çoxlu mətalib vardı ki, deyir papağından müğayyət olcunan papaq müqəddəsdir. Papağı birinin başından götürmək elə bil müqəddəsata tohin eləməkdir. Müqəddəs məkanlara, müqəddəs inamlara tohin sayılır ki, o morddə də çoxlu zatlar bəli yazır ki, qədimlərdən hər kişinin başında börk olması əsas şərt idi. Bəli, kişidə böyük papaq, arvadda ləçək və çərgət, şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə, həmin çərgədə hörmətsizlik, müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Yaşayasız, sağ olasız mətləb, bəli uzuna çərsə də bağışlayasız.